Son günlər ölkə gündəmi Yekaterinburqda baş verən hadisə ilə çalxalanır. Belə ki, Azərbaycanlılar OMON tərəfindən vəhşicəsinə döyülüb öldürüldülər. Azərbaycanlılara edilən amansız işgəncə bir ailənin yox olmasına səbəb oldu. Nəticədə 2 nəfər öldürüldü, çox sayda yerlimiz yaralandı və həbs olundu. Bəs bu vəhşiliyin və ondan sonraki gərginliyin pərdə arxasında nələr dayanır? İyunun 27-sində səhər saatlarında Yekaterinburqda Azərbaycanlıların yaşadığı ondan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı 2 qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli Azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Bəs bu qəddarlığın səbəbi nədir? İnanılmaz olsa da Rusiya tərəfi bu əməliyyatı 24 il əvvəl 2001-ci ildə baş vermiş, tərəflərin çoxdan barışdığı bir mübahisə ilə əlaqələndirir. Azərbaycanın cavabı sərt və qəti oldu. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq kəskin etiraz notası verildi. Amma Bakı bununla kifayətlənmədi. Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edildi. Bu hadisə artıq sadəcə bir cinayət işi deyil, iki ölkə arasında dərin bir etimad bövlanıdır. Ekspertlər deyir ki, milyonlarla Azərbaycanlının yaşadığı Rusiyada onların təhlükəsizliyi ciddi sual altındadır. İndi bütün gözlər Moskvadadır. Azərbaycan ədalət tələb edir. Bu qanlı hadisə iki ölkə münasibətlərinin gələcəyini necə şəkilləndirəcək, zaman göstərəcək.